Tələbəm Rauf bəylə bugün şəhər daxil sürmə dərsimizdəyik. Bugün yağmurlu hava şəraitindəyik Rauf bəy. Yağmurlu hava şəraitində maksimum diqqətli olmalısan. Ara məsafə saxlamağı bacarmalıyıq. Güzgülərdən görüntü biraz məhdudiyyətli. Biz xüsusi kilo maddə vurmuşuq bura. Yağış damlalarını qovur. Amma ən azından yenə bizdə məhdudiyyət yaradıbdır. Maksimum diqqətli olmalısan. Torumuzu sərt sıxmaq olmaz. Allah eləməsin, avtomobil sürüşdüyü təqdirdə torumuzu sıxıb saxlamayacaq. Bax, torumuzu yumuşaq sıxıb buraxmaq lazımdır. Əgər sürüşmə ehtimalı olarsa. Və uzaqda görürsən ki, məsələn, maşınlar dayanıb da. Quru hava şəraitində biz hesablamamızı götürüb gedib ona yaxınlaşanda azalır sürətimiz. Düzdürmü? Amma yağışlı hava şəraitində onu eləmə. Əvvəlcədən başda yavaş-yavaş, yumuşaq azaltmağa ki, orada sürüşmə ehtimalı ola bilər. Devam elə dostum. Biraz artır. Uğurlar olsun Rauf. Yolun açıq olsun qardaşım. Sağ ol dostum. Allah sizdən də razı olsun. Amin cümləmizdən inşallah. Biraz sola götür. Artıq biraz artırıraq qardaşım. Söndür, sağını yandır. Qayıt sağ ola. Afərin qardaşıma. Çox artırma indi. Şimdi çəkiliş dayandırıram, amma dərsimiz davam edir. Çox güclü yağış yağır, amma buna baxmayaraq dərsimizdeyiz.